Salam əleykum əziz babanlar, hər birinizi Ağdaşdan salamlayırıq. Bugün Ağdaş laboratoriyaya İlham müəllimgilin müəssisəsinə gəlmişik. Çalağatlarımızı etap-etap tingçilik sahəmizə vururuq. İnşallah ki, burada gördüyünüz çalağatlar satışa gedən çalağatlardır. Gəl göstərək onları Kənan. Burada Muhammed bəy bugün yoxdur. Bulud bəy bizə köməklik edir. Gördüklər öz maksimalardır. Bunlar soyudulmuş idi keçən. Bunlar. Ha, hindi yarpağı çıxır. O gizella idi yoxsa? Gizella. Bu paniklərdə güclərimiz çıxır bura. Bunlar hələ hazır deyil sayıda. Demək olar ki, hazırdır. Yəni onu önce çölə atanda biz də satışa polunu çıxarda bilirik. Yəni. Oradan bitkilərimiz gəlir bura. Burada havalanmasını sıx-sıx eləyirik ki, biraz daha çöl mühitinə öyrəşsin, stres vəziyyətinə düşməsin. Burada tam belə şəkildə havaya öyrəşəndən sonra belə böyrələrini açıq qoyuruq gecə gündüz. Ondan sonra indi oradan bitki yenə çıxardığında bu bitkiləri atırıq çölə. Yenidən bitkilər yığılır bura. Çöl şəraitinə uyğunlaşsın. Bizə verilən etap deyən bunlardır. Sizə verilən etap çöldəki bu bitkilər. Çöldə bunlardır. Gizellalarımız bunlardan. Gördüyünüz kimi odunlaşma gedir. İdealdır. Bu da kök sistemidir. Sabahdan əkimimiz gedəcək. Bu gizelladır. Bu maksimaldır gördüyünüz kimi. Yarpağından belə ayıra bilərsiniz. Bunun yarpaqları biraz enli olur, belə böyük olur. Bunun yarpaqları nazik, uzun gəlir. Belə. Bundan ayırmaq olur. Belə baxanda avtomatik bilirsən ki, hansı. Yenidən ağaçlar oynanda yarpaq var. Buradan bu hissə Gizella 12'dir. Gizella 12. Yorulmayasın gəlir. Bu 12'dir. Aha. Bu 12'dir. Bunlar nədir? Bunlar Gizella 6. Gizella 6. Bunlar da hafıdır bu kadar. Bəli, bəli. Bunlar biraz çox böyükdür. Yəni belə böyük boyları da uzun oldu. Bizə verən partiyanı ayırmısınız? Ayrılmıyor amma o yəni İndi olacaq. Ha, bildim. Sabahdan vurulur da aparılıb da. Siz inşallah bu gün aparmaq istəyirsiniz. Bugün yükləyəcəklər, sabah əkim gedəcək bizdə inşallah. İnşallah. Etap-etap bütün hamı gələcək də. Bir dəfəyə farbora tökmək olmur bütün malı. Bəli, bəli. Əkim olduqca günlüyündə 15 min əkiləcək inşallah. 15 min əkmək, yəni işçi qüvvəsi var da. Var, hazırdır. Bunu müəllim hansı sistemdə əkirsiniz? Bağlama sistemdən hansı formada əkilir? Hələ bir ki texnika parça sistemini düzüb qoşub. Bəli. O videosu var YouTube'da. Axırıncı videolara baxsan görə bilərsən inşallah. 2 dənə damlama gedir. Yerləşdirir, biraz torpaq tökür üzərinə, su qurtardı. Damlamanın hər o damlayan hissəsindən 2 bitki əkirsiniz ya 1 bitki əkirsiniz? Yəni sağından, solundan əkirsiniz? 2 dənə gedir parçadan. 2 dənə cərgə gedir. Hə, anladım. Sağ, sol. Bəli, anladım. Ola həkimlərini inşallah çəkib göstərəcəm. İnşallah. Bu zaman baxacağım şeyin bağa. Bu bizə məsələ. Praktikantların da var. Ha? Praktikantların var. Salam əleykum əziz babanlar, bir daha çalağatlarımız hazırlanıb biz çəkilişdə olanda. Gördüyünüz kimi gizellalarımızdır. Bunlar amma gizelladır. Birazdan yükləniləcək. Sabah əkim başlayır, biz gedib çatacaq. İnşallah Gizella 6. Bu dəfə pampersiz
demişik, belə sifarişimiz olmuşdu. Bu qida mühitinin daha iri olmağı üçün. Pampers olanda biraz balaca olur. Həm də bu köklərin daha rahat hərəkətləməyi üçün. Pampersdən çıxanınca problem yaşamasın deyənə. Bu hardan çıxardım mən? İnşallah hər kəs üçün uğurlu, xeyirli olsun.